Həmçinin Abdullah ibn Məs'ud radiyallahu anhu cəmaata belə bir gözəl tərif verir ki, "Əl-cəmaatu mə vafaqal haqqa və in kunta vahdak." Cəmaat tək də olsan haqqa tabe olmağındır. Yəni elhamdülillah bu nə deməkdir? İnsan biz dedik ki, cəmaat bəlli bir məqsəd üzərinə bir araya toplanmaqdır. Bu ümumi mənasıdır, amma şəri mənada Quran və sünnə üzərinə. Əgər sən haqsansa, Quran və sünnə üzərinə tək də olsa bir mübarizə aparırsansa, insanlar sənə tabe olmasa da sən əsla insanlara tabe olaraq haqq yolundan dönməməlisən. Bəzən belə bir şey deyirlər ki, ya bu qədər adam səhv deyir. Ola bilər də bu qədər adam səhv deyir. Zaten biz Quran-ı Kərimə baxdığımız zaman, bizdən öncəki qövmlərə baxdığımız zaman iman edənlərin az olduğunu, qurtulanların az olduğunu, bu kimi nemətlərə məruz olanların az olduğunu görürük. İndi bu o deməkdir ki, biz azıqsa deməliyik ki, bu qədər adam yəni səhvdir. Gedək onda başqa dinlərə mi tabe olaq və yaxud da ki, özünə müsəlman deyib dinini küfrlə qarışdıranlara mı tabe olaq? Yox, əlbəttə. Az da olsan, haqqa tabe olmalısan, amma haqqın meyarını düzgün təyin eləməlisən. Baxın, bu dərslər haqqın meyarını düzgün təyin eləmək üçün bizə lazımdır. Ona görə bu İbn Məsud radiyallahu anhunun sözü çox dəyərli sözdür. Əl-cəmaatu mə vafaqal haqqa və in kunta vahdak. Cəmaat tək də olsan haqqa tabe olmaqdır.